Gentlemenlar, Oxford mənə görənə qədər Oxford qəbul sualları paylaşıram gün 5. Deməli integral verib. Kazanına qədər davam edəcək. 85 gündə falan yenə. Tamam, gedə biləriz. Oxfordda görmüyorum. A müsbət ədəddir. A müsbət ədəddir. İntegral 0-dan a-ya qədər kökün altında x-in kvadrat, kökün altında x üstə ya x-in kvadratı dx bərabərdir 5-ə. İndi bunun integralını alaq. X-in kökün altında x-i mən x üstü 2-də 1 olaraq yaza bilirəm. X üstü 2-də 1-dirsə, biz bunun törəməsini alarkən nə etmişik? Bundan üzərindən 1 çıxmışıq. Üzərindəki olan ədəd də, bunun qüvvəti də qarşıya gəlibdir. Deməli, 1 çıxmışıq, 1-i gəlirəm üzərinə. Bərabər olur x üstü 2-də 3. Deyirəm ki, törəməni alanda bu 2-də 3 qarşıya gəlibdir. Onda deməli 3-də 2 bu kökün altında x-in integralı budur. 3-də 2 x üstü 2-də 3. İndi x-in kvadratının integralı rahatdır. X-in kvadratı 1 çıxıblar üzərinə 1 gəlirəm x-in kubu. X-in kubu integral alarkən 3 qarşıya gəlibdir və qarşıda əmsal hələ də 1 olaraq qalırsa bura 3-də 1-dir. Belə. Bunu aldıq. Bunu indi siləcəm ki qarışıqlığı yaratmasın. Bu bərabər yazaq bura. Belə eləyək. Kökün altında x-in kubu 2-də 3 kökün altında x-in kubuna bərabərdir. Üstünə gəlsin. Bunun qarşısında 3-də 2 var. Bunun qarşısında 3-dən 1 var x-in kubu. Belə, bu da 0-dan a-ya qədər bərabərdir 5-ə. İndi nə edirik? Gətiririk bir dəfə 0-ı, bir dəfə a-nı yerinə qoyuruq. 0-ı yerinə qoysaq cavabımız 0-dır. Burada da x-in kubudur, burada da x-in kubudur. 0-ı yerinə qoyduğumuz zaman cavabımız 0 verir bizə. Ona görə birbaşa a-nı yerinə qoyub 5-ə bərabərləşdirdiyim zaman bu mənə a-nın cavabını verəcək. A-nı yerinə qoysam 3-dən 2 kökün altında a-nın kubu üstə gəl 3-dən 1 a-nın kubu. A-nın kubunu bir t ilə əvəzləyək, bərabərdir 5-ə. A-nın kubunu bir t ilə əvəzləyək. Ən məntiqli seçim burada budur və hər tərəfi 3-ə vuraq. Əvvəlcə a-nın kubunu t ilə əvəzlədim 3-dən 2. T-nin üstünə gəlirəm. 3-dən 1 t-nin kvadratını mən a-nın kubunu t ilə əvəzləyək dedim. Səhv demişəm. Kök altında a-nın kubunu t ilə əvəzləyirik ki, burada kvadrat tənliyi alaq bilək. Bərabərdir 5-ə. Hər tərəf 3-ə vurub 5-i də bu yana keçirərəm. Hər tərəf 3-ə vursam t-nin kvadratı. Bunu 3-ə vursam üstə gəlir 2t. Bunu 3-ə vursam 15-dir. 15-i bu tərəfə keçirəndə minus 15. Bərabərdir 0. Ümumiyyətlə kökləri tapsaq, məncə bunu özünüz edə bilərsiniz. X t1. T1 bərabərdir. Mənfi 3, yox, mənfi 5. T2 bərabərdir 3. Deməli, bu hissin hasili mənfi 15-i verir. Bu hissin cəmi də mənfi 2-ni verir. Yəni, B-nin mənfisini verir. Bizə nə demişdi? Demişdi, A mənfi ədəddir. Mən burada T-nin yerinə kök altında 5 qoysam, kökün altında 125, mənfi 125 qalar. Onsuz da qala bilməz. Mənfi deməmiş olsaydı belə, kökün altında mənfi 125 qala bilməyəcəyinə görə biz burada məcburuq ki, götürək kökün altında a-nın kubunu 3. Deməli, kökün altında a-nın kubu bərabərdir 3-ə. A-nın
kubu bərabərdir 9-a, hər tərəfi kvadrata yüksəltdim. A-nın kubu 9-a bərabərdirsə, bunu da yazaq. A-nın kubu bərabərdir 3-ün kvadratına. İndi variantlara baxaq. Bu variant çox əlaqəsizdir, çıxdım. Böyük ehtimal ki, bunu mənim üçün rəqəmlə verib. A-nı birbaşa tapmışıq, bircə dəqiqə. Bizdən promoy A-nın qiymətini soruşur deyə hər tərəfi 3-cü dərəcədən kökün altına salmalıyam. A-nın kubunu 3-cü dərəcədən kökün altına salanda A, bunu 3-cü dərəcədən kökün altına salanda 3-cü dərəcədən 3-ün kvadratı, A da bərabər olur buradan 3 üstü 3-dən 2-yə. A bərabərdirsə 3 üstü 3-dən 2-yə, o bizə verir B bəndini. Gün 4, sağ olun. Gün 5. Sağ olun, salamat qalın. Oxford hazırlaşmaq üçün yazın mənə. Especially.